Salam, xoş gördük hər birinizi. Bu gün tarix fəlsəfəsi seriyasından növbəti mühazirəmizə başlayırıq. Say etibarilə 7-ci mühazirəmizdə tarixi şuur və tarixi idrak anlayışlarının qarşılıqlı nisbəti adlı mövzunun müzakirəsini davam etdiririk. Əvvəlki mühazirələrdə qeyd etdiyimiz kimi, tarixi şuur və tarixi idrak anlayışlarının qarşılıqlı nisbətini müvafiq olaraq ictimai şuur və ictimai idrak anlayışlarının tərkib hissəsi kimi nəzərdən keçirərək müzakirə etmək daha məqsədəuyğundur. Ona görə ki, əks variantda, əks halda fərdi şuur və fərdi idrak, başqa sözlə individual şuur və ya individual idrakın qarşılıqlı münasibətinin aydınlaşdırılması yolu ilə tarixi şuur və tarixi idrak anlayışlarının qarşılıqlı münasibətinin də öyrənilməsi məqsədə uyğun deyildir. Və bugünkü mühazirəmizdə biz tarixi şuur anlayışının üzərində daha çox dayanmaq istəyirik. Daha doğrusu, tarixi şuur anlayışının məzmununun aydınlaşdırılması zamanı meydana çıxan əsas problemləri diqqət mərkəzinə gətirmək istəyirik, yəni nəzərdən keçirmək istəyirik. Beləliklə, mövzumuza başlayaq. Elmi fəlsəfə ədəbiyyatda ictimai şuurun formaları arasında tarixi şuurun adı adətən çəkilmir. Məsələn, biz fəlsəfə dərsliklərini analiz edəriksə, burada ictimai şuurun əsasən aşağıdakı formalar göstərilir və bu formalar qismində fəlsəfi şuur, siyasi şuur, hüquqi, əxlaqi, estetik, dini və elmi şuur diqqət mərkəzinə gətirilir. Müxtəlif dərsliklərdə və tədqiqat əsərlərində tarixi şuurun adının adətən qeyd olunmamasının ən azı iki səbəbi ola bilər. Ya ümumiyyətlə tarixi şuurun cəmiyyətin həyatındakı rolu nəzərə alınmır, ya da ki, çox güman ki, tarixi şuur elmi şuurun tərkib hissəsi olaraq qəbul edilir və onun xüsusi ictimai şuur forması kimi fərqləndirilməsinə ehtiyac hiss edilmir. Beləliklə, biz bu iki yanaşma, yəni bu iki seçimin hər ikisini ayrılıqda analiz edək. Deməli, birinci tərəfə nəzər salaq. Əgər hər hansı cəmiyyətin keçmişini müəyyən reallıq kimi qəbul ediriksə və onu öyrənməyə çalışırıqsa, onda bütün bu proseslər ictimai şuurun hər hansı bir formasında öz əksini tapmalıdır. Deməli, tarixi şuurun nəzərə alınmaması, hətta biz konkret olaraq bu anlayışdan istifadə etməsək belə, bu tarixi şuur fenomeninin diqqət mərkəzinə gətirilməməsi əslində qeyri-mümkündür. Bu anlayışın yalnız bir halda işlədilməsinə ehtiyac ola bilməz. Bu məqsədlə biz tarixi şuuru ictimai şuurun yuxarıda adları qeyd edilən hər hansı bir formasının tərkib hissəsi və ya ictimai şuurun müəyyən formalarının kombinasiyası kimi qəbul etməliyik. Əgər ictimai şuurun formalarına verilən təriflərdən və onların məzmununu təyin edən xassələrdən çıxış etsək, onda tarixi şuurun daha çox elmi şuurun tərkib hissəsi kimi qəbul edilməsi məqsədə uyğun olardı. Və beləliklə biz yuxarıda qeyd etdiyimiz seçimin ikinci tərəfinə keçid alırıq. Yəni bir halda ki, tarixi şuur ictimai şuurun xüsusi bir forması kimi fərqləndirilmir, onda çox güman ki, o, ictimai şuurun digər formalarından hər hansı birinin, çox güman ki, elmi şuurun tərkib hissəsi kimi qəbul edilir. Amma fikrimizcə tarixi şuurun yalnız elmi şuurun tərkibi olaraq nəzərdən keçirilməsi və onun xüsusi olaraq fərqləndirilməməsi məqsədə uyğun deyildir.
Əgər tarixin öyrənilməsi zamanı müəyyən kateqoriyalardan, anlayışlardan, nəzəriyyələrdən, qanuna uyğunluqlardan və s. istifadə edilməsi səbəbindən onu sırf elm kimi qəbul edərək, tarixi şüuru da yalnız elmi şüurun tərkib hissəsi kimi nəzərdən keçiririksə, onda eyni səbəbdən, məsələn, siyasi və ya hüquqi şüuru da biz yalnız elmi şüurun tərkibi kimi qəbul edə bilərik. Yəni, onları da eyni səbəbdən ictimai şüurun xüsusi formaları kimi fərqləndirməyə heç bir ehtiyac olmaz. Halbuki biz demək olar ki, bütün ədəbiyyatlarda elmi şüur anlayışı ilə yanaşı siyasi şüur və hüquqi şüur anlayışlarına da rast gəlirik. Halbuki siyasi və ya hüquqi reallıq ilə müqayisədə tarixi reallıq daha abstraktdır. Çünki siyasət və ya hüquq elmi cəmiyyətin inkişafının hər bir mərhələsində tədqiq etdikləri predmetlərlə haradasa qarşılaşdırıla bilər. Lakin tarix bu imkandan məhrumdur. Və bu kontekstdə əgər onların hamısını sözün geniş anlamında elm kimi qəbul etsək, onda tarix daha abstrakt elm kimi xarakterizə olunacaq. Beləliklə, biz tarixi şüurun öyrənilməsi zamanı tarixin elm kimi nəzərdən keçirilməsinin özünə məxsus xüsusiyyətlərinin üzərinə gəlib çıxmış oluruq və bu mövzunun müzakirəsinə isə biz növbəti mühazirəmizdə yer ayırmaq istəyirik. Beləliklə, bu günə müzakirə etmək istədiyimiz məsələlər bunlardan ibarət. Əgər suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə sizə təşəkkür edirəm. Sağ olun.